Elə bir pişik ölüsüdür. Apardı atdı Behç Zəhriyə. Məhdah da 2 dənə oxudu. Onun başı üstündə nənəm laylay, dədəm laylay, hər zat qutuldu. Fatə matə tamam. Hacan, şər'idə vardı ki, nə bayəd o adamı ki, onun əzizi ölüb, onun evində gedib qəza yiyəsən. Bəli, kamilən düz sözdür. Həzrət Ayə Amuli, İmam Cümi Ərdəbil bu mövriddə də söhbət elədi. Kamilən düzdür. O adam ki, taza əzizi dünyadan gedir. Niyə? Şəbə həfti tutmaq ilə, 40 tutmaq ilə, salgər tutmaq ilə, sonra 2-3 gün əzizi ölüb qutulandan sonra ona bir pənşənbə tutmağına nə gəlib ona? Yaxçıdır biz həzinələrimizi, eləmağımızı toylara başarırıq. Allah bilir, mən bir iddə gedirəm şəhərlərə, deyirlər, haca, bizim burada 7-om, 7-om, 40-om yığışılıb. Bir gündə tədfin, Şam-ı qəriban, 7-om, 7-om. Nə olub? Həman bu cəvanı ki, sən evləndirirsən, ərziş verirsən, həman o dədəm də həman ərzişlədir. Bəlkə balatər az öz oğlundur dədəvin hürməti. Çox güzəşt eləyin. O əziz ilə bir cür rəftar elər. Elə bir pişik ölüsüdür. Apardı atdı Behç Zəhriyə. Məhdah da 2 dənə oxudu. Onun başı üstündə nənəm laylay, dədəm laylay, hər zat qutuldu. Fatə matə tamam. Yaxçıdır biz bu tərəfdə məclisi günaha xəşləyə bilirik. Təadülümüz olsun ha, nə ifrat, nə təfrid. O ölü sənin bir zaman əzizi idi. Buyurdu birlikdə nənə dədi öləndən sonra haqqı valideyn olarlar. Nə cür? Nənə dədi öldü, onu yaddan çıxaldı. Qərar dən hətmən xeyrat verəsən ha. Xeyrat verdin, çox ali. Çox ali. Rivayətdə var, şəb-i cümə olanda nənə dədənin ruhu gələr, uşaqlarının qapısının qabağına səslənər, ya əhli, ya oladi, ya əqraba, e'tu aleydan bir sədəqə. Bala, məni bir yad elək. Mən görürəm, bizim camiəmizi bir günə qoyurlar, bir iddə nə fəhmillik ilə dur əsusu, bir iddə də bilməyə görürsən, qatışırlar bu corgiyə, ata-ananın caygahın tənəzzül verirlər camiəmiz. Olmayan dişim yoxdur, bəli, tərəfin yoxudur, gərək ona el, əqrəba, famil kömək ola. Amma o iki var, yaxçıda hər nə mənədə özü fişara salıb tapırsan. Amma bir dənə dədəndir, nənəndir, bir ömrü zəhmətini çəkib, insaf dərd elə ona atasan, Behç Zəhrada çıxıb gələrsən.